Bu sualımız deməli 2024-cü ildə yüksəlişin qəbuluna düşmüş diaqramlar, 4 balıq diaqramlardan biridir. Düzdür, yuxarıda sualın şərti var, verilənlər və s. var. Nəyi demək istəyirəm sizə? İmtahanda belə suallar olduqda, bunların 4 balıqda da var, qabaqda 6 balıq sualların içində də belə bir şey var. Variantları bir-biri ilə müqayisə eləyib, belə deyim, cavab atacaqsınız. Əgər vaxtınız çatmırsa sualı həll eləmək üçün, variant atacaqsınız və burada nəyə riayət edirsiniz? Bax, detal nədir? Nə çoxdursa, o düzdür. Bax, bu şeyi yadda saxlayın. Ümumiyyətcə, yüksəlişin qəbullarında demək olar ki, həmişə bu məsələ ödəyibdir. Əksər 90-95% suallarda ödəyir. İndi fikir verin, nə demək istəyirəm? Dedimi, nə çoxdur, o düzdür. Bax, tutaq ki, variantların hər birində əvvəlcə bax, sırf buranı müqayisə eləyəcəyik. Sırf bax, bu detalı. Bir səhv variantları atacağıq və imtahanda məlum məsələdə bu kompüterdə görünür. Siz nə etməlisiniz? Tezcə yazırsınız vərəqinizə, orada sizin vərəqiniz və qələminiz olur. Yazırsınız A, B, C, D, Y və nə edirsiniz? Bir-bir müqayisə edirsiniz. Məsələn, bura S hərfi yazılan, bax, bura S yazılıb, görürsünüz. Deməli, burada görürsünüz qısa. Burada qısa, burada qısa, burada da qısa. Amma B variantında daha uzun veriblər. Deyirsiniz, B təkdir, nə ki çoxdur, onlar haqlıdırlar, doğrudular. Tez B-ni atırsınız, gedir. Sonra ikinci detala baxırsınız. Məsələn, bu, görürsünüz, 20-dən biraz uzunsovdur. Bu da 20-dən biraz uzunsovdur. Bu da 20, yəni 20% keçib, görürsünüz, 20-ni aşıb o tərəfə. Amma bu 20-dən qısadır, görürsünüz, bax, 20-dən aşağıdadır. Eyni zamanda bu da 20-dən uzundur. Deməli, bu təkdir 20-dən qısa. Bu da yanlışdır. D variantı da getdi. Sonra üçüncü elementə baxırsınız. Məsələn, deyirsiniz bu. Bu nə edib? Burada, baxın, 30%-ə gəlib dirənib. Burada da 30%-ə dirənib. Burada da. Amma burada 30%-ə gəlib dirənməyib. Görürsünüz, çox aşağıdır. 20%-ə dirənibdir. Y də yanlışdır. Qaldı A və C variantları. İndi nəyi demək istəyirəm? İmtahanda tutaq ki, deyirəm, vaxt qazanmaq üçün bu detala da fikir verə bilərsiniz. Bütün variantlarda bu I hərfi eyni boydadır. Bax, bu I hərfi eyni boydadır. İmtahanda, yəni görsəz bu hamısı eynidir. Buna vaxt itirməyin axtarmağa. Baxırsınız son detala, F hərfinə. Bax, gəlin F-ə baxaq. Məsələn, burada və daha tez necə eləməlisiniz əslində? Aynən C qalıbmı bizdə? Baxırsınız, A-da F uzundur. C variantında F qısadır. Və baxırsınız, görək əksəriyyətdə necədir? B variantında da uzundur, eləcə də A variantındakı kimi. D variantında da uzundur, Y variantında da uzundur bu F. Deyirsiniz, onda bu qısa olan bu C variantında F yanlışdır. Cavabımız qalır A variantı və buradan da fikir verin, müşahidə edirik ki, A variantı doğrudur.